Asif Hüseynov 32 yaşında icrabatçı qoyulan Ramiz Mehdivin kadrasıdır. Asif Hüseynov siyasətində olan vaxtı Qalina Mehdiv, Ramiz Mehdivin arvadının adına nə qədər məsəl torpaqlar orada özəlləşdirildi, nə qədər torpaqlar verildi. İndi bunların hamısından əlavə Asif Hüseynov görmür ki, bu Ramiz Mehdivin qal altında evi var. O evin də o remont elətdirib, evin də o tikdirib. Bugünkü gündə də rayondan xəbəri olmayan bir icrabatçıdır. Ancaq bunun işi odur ki, pul yıxsın, vəzifə dəyişsin, ondan sonra vəzifələr hamısını saxtakarlıq etsin, ondan sonra torpaq alver etsin. Hər yerdə də bunun mülkləri var. Şabranda elə bizim məsələn qəsəbənin qabağında 500 metrlikdə 120 hektar yeri, içində dövlətin, prezidentin alladığı transformator artsan gətirib qoyur. Nətər oldu ki, bu xalq 350 nəfərdən ibarət olan, 70 evdən ibarət olan qəsəbə susuz qala bilir. Ancaq bu Asif Hüseynov prezidenti allada gətirib o artsan qurur. Nə cür olur? Ona işıq çəkib, artsan qurub. İndi torpağı deyilənə görə başqa adama satıb 400 minə. Zeynal Nağdayevin qəbuluna getdiyimə də peşmanım. Ona görə peşman oldum ki, buna heç bir tədbir görən yoxdur. Ancaq indi mən bildim ki, Zeynaldan sonra başa düşdüm ki, bunun arxasında böyük mafiya, böyük güclər durur. Bu gücləri də sındırmaq çox çətindir. Allah prezidentə dəyməsin ki, bu heç olmasa kötüyü Azərbaycan xalqından aralı edib. Bu kötüyün içində bunlar budaqdır. Ona görə də bu tədbiri görməkdə, Respublikanı təmizləməkdə mən bunu alqışlayıram, çox alqışlayıram. Bunların arxası gedir, çıxır bu Ramiz Mehdivə. Bunu Ramiz Mehdivdən başqa heç kim 30 yaşında icrabatçı qoya bilməzdi. Geçsin bizə qal altında ev var. O evdə bunlar veribdir, evdə bunlar tikibdir. Yəni bir o deyil. Yəni bu siyasətə gələndən bunlar ondan çox belə bəhrələnən bir insanlardır. Yəni bunu Dövlət Təhlükəsizlik Komitəsi də bilməlidir, bunu hamı bilməlidir ki, məsələ budur. Mən bunu artıq bir dənə, hələ bu işlədiyim müddətdə bir dəfə gəlib qəsəbədə 70 evdən ibarət olan qəsəbədə 350 adam var. Heç vaxt bu maraqlanmayıb ki, bu cəmaat nə ilə məşğul olur. Biz əhdimizin kompensasiyasını ala bilmirik. Rayonda məsələn çayxanalarda 1000 dənə sözlər danışırlar. Bir rayon icrabatçısı, gəldiyi yerdə bir rayon icrabatçı, məsələn, bölümümüzdə Xasma, Siyəcən, Quba, bütün icrabatçıları rayon ərazisində gecə qalır. Ancaq bunun qaldığı, buna məsələn dövlət tərəfindən verilmiş icra hakimiyyəti evində bu bir gün də qalmır. Bunun adamın rayonundan xəbəri yoxdur. Hara gedir, gəlir, məsələn, oradan gəlir Xəzər restoranında oturur, çörək yeri qayıdır. Bunun məsələn getdiyi, gəldiyi o təzə yoldur, oradan gəlir Xəzərə. Bir də rayon içində çıxsa bir yarım saat gəlir, demişsən, dəyir, cəmaatı qəbul etmir. Ondan sonra cəmaatın dərdinə qalmır. Heç bir şeydən də xəbəri yoxdur. Gəlsin, məndən qabaq gəlsin, mən ona sübut edim. Sübut edim ki, bu adam, məsəl üçün, rayon səvi, bu adam icra hakimiyyətinə layiq adam deyil. Bir dəfəlik layiq deyil. Bunu qoyan adam da Zeynal tək adamlar qoyubdur. Zeynal təki, ondan sonra Ramiz Mehdiv tək adamlar qoyubdur. İndi bunun hamısı Allaha şükür çıxır, ölkə məsəl üçün qarışıb bir-birinə. Bunların hamısı ələnməlidir, hamısı çıxmalıdır. Bunların yerinə məsəl işlək kadrlar qoyulmalıdır. Bu adam xəbər yoxdur axı. Bunlar torpaq aldı içində. Bu adam məsələn rayonda desin ki, mən bir dənə məsələn bu müsbət işi görmüşəm. Gördüyü iş məsələn bir dənə küçəni ildə bir dəfə təmir edir, orada da kalan milyonlar gedir. Təmirlə məsələn olan pul hamısı Asif Hüseynovun cibinə gedir. Ondan sonra belə qoyulub məsələn vəzifə qoyduğum adamların heç birisi deyə bilməz ki, mən orada pulsuz getmişəm. Adicə rayonda məsələn süpürgəçidən də pul alır. Ondan sonra cəmaata məsəl üçün icra hakimiyyətinin işçilərinə kvartalda bir dəfə mükafat verir, o mükafat da tutur alır. Gah quz aldırır, gah arpa aldırır. Məsələn, belə biabırçılıqla mən buna milyonçunun dilənçi balası deyirəm. Şəxsən milyonçunun dilənçi balası deyirəm. Bunun alverində sonu olmalı da, bu pullar da indi aydın olur ki, mən indi bax görürəm ki, Ramiz Mehdivin milyardları var. Bu milyardlar kimin hesabına olur? Asif Hüseynov tək adamların. Onun məsəl üçün Şabranda məsələn qal altında tikdiyi evin məsəl üçün qiyməti hardasa 2-3 milyondur. Gəlsin məsəl üçün baxılsın da, görsün bu xalqın pulu ilə tikilib, yoxsa öz pulu ilə tikilib, Asif Hüseynov əzab çəkib, qoyunun pulu ilə tikilib. Asif Hüseynov siyasətə gələndən məsələn onun orada torpaq hesabları olub, bunlar hələ çıxmır, hələ bunları yoxlayan yoxdur, ona görə ki, hələ daxildə hələ sentirdə yoxlayırlar. Hələ bunların hamısı vaxt olacaq, araşdırılacaq. Bunların məsələn kimlər himaydarlıq edib, nətər olubdur.
Baş belə də ola bilməzlər. Asif Hüseynova şəxsən mən 15 dənə eyvan etibar etmərəm. Asif Hüseynov desin ki, bu rayon üçün, rayon mənə aid deyil. Elə bizim 70 evi, Qasım qəsəbəsinə falan şeyi köməklik etmişəm. Falan şeyi köməklik etmişəm. Heç bir şey də deyə bilməz. Onun haqqı yoxdur. Hələ Namurad bizə vurduğu zərbələr hədsiz dərəcədə. Hədsiz dərəcədə vurduğu zərbələr xoşa gələn zərbə deyil.